Rüfu aşağı yaş qrupu 2025-ci il 5-ci suala baxaq. X, Y müsbət həqiqi ədədlərdir və 0 ilə 2 arasındadır. İfadənin ən böyük qiymətini tapın. Birinci, bu ifadəyə bir A deyək. 2x çıxılsın YZ nədənsə kiçikdir deyək. Nöqtə, nöqtə, nöqtə. Bu YZ-i sağa atsaq, 2x kiçik olacaq, nöqtə, 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 üstəgəl YZ. Biz təxmin edə bilərik ki, YZ ilə hansısa bir ədədi orta, həndəsi orta bərabərsizlik edib 2x alıblar. Biraz fikirləşsəniz, təxmin eləmək olar ki, bu ədəd YZ-də x kvadratdır. Çünki bunları bir-birinə vurub, kök altına alanda YZ-lər gedir və 2x qalır. Deməli, bu bərabərsizlik doğrudur ədədi orta, həndəsi orta bərabərsizliyinə görə. O zaman bu bərabərsizliyi hər bir üçünə də tətbiq eləsəm, A kiçik bərabərdir x kvadrat YZ. Bu arada YZ sola atanda x kvadrat böl YZ qalır. Y kvadrat böl xz vurulsun z kvadrat bölünsün xy. Bu da bərabərdir 1-ə. Bərabərlik halı isə bu ədədi orta, həndəsi orta bərabərliyi ödənəndə, yəni x kvadrat YZ kvadrat olduqda ödənir. Bütün ədədlər üçün tapılacaq ki, x, YZ bir-birinə bərabər olanda, yəni 1 olanda bərabərlik halı ödənir. Bu da bunun həlli.